Hoş gördük əziz tamaşaçılar. Bugünkü buraxılışımızda Karvan komandası haqqında danışmaq istəyirəm. Amma ilk öncə videomuza keçməmişdən əvvəl kanalımıza abunə olmağı unutmayın. İndi isə keçirik videomuza. Karvan komandası haqqında bunları deyə bilərəm ki, artıq Karvan komandası müəyyən ildən sonra, 2 ildən sonra artıq Premier Liqaya qayıdır. Artıq ki klubun rəhbərliyi də Premier Liqaya qayıdandan sonra baş məşqçi postunda dəyişikliklər etmək istəyir. Ən real namizədlər var Karvanın baş məşqçi postuna. Bunlardan biri Yunus Hüseynov, biri Mahmud Qurbanov, biri də Ramiz Məmmədovdur. Belə baxanda hər 3 baş məşqçi də Karvanda işləməyə razıdır. İndi Yunus Hüseynov haqqında bunları deyə bilmərik, çünki Yunus Hüseynov açıklamasında bildirmişdi ki, ona sual vermişdilər ki, Karvandan təklif gəlsə gedərsinizmi? O bildirmişdi ki, yox. Mən qalıb Turantovuzda köməkçi baş məşqçi funksiyasını yerinə yetirmək istəyirəm. Artıq Yunus Hüseynov əgər Karvanın baş məşqçi postuna gəlməyəcəksə, yerdə qalır 2 dənə baş məşqçi. Biri Mahmud Qurbanov, biri də Ramiz Məmmədov. Ramiz Məmmədov 1-ci liqadan sonra, Şamaxını çempion eləyəndən sonra 1-ci liqadan, komandanı Premier Liqaya daşıyandan sonra komanda ilə yollarını ayırdı. Ən real namizəd Ramiz Məmmədovdur, amma Mahmud Qurbanovun da ən çox çəkilənlər arasındadır. İndi bilinmir Mahmud Qurbanov gələcək, gəlməyəcək. Hələ ki bu sual işarəsi altındadır. Hələ ki bilinmir Mahmud Qurbanov Karvana razılıq verəcək, verməyəcək. Amma bəlkə də Karvan komandası Mahmud Qurbanovdan gəlsə, Mahmud Qurbanov müəyyən qədər inkişaf elətdirə bilər Karvanı. Nə baxımından? Ona görə ki, komandanın oyun sistemində dəyişiklik ola bilər, komandanın güclü oyunçularını inkişaf elətdirə bilər. İstər 19 yaşında futbolçu olsun, istər 20 yaşında futbolçu olsun. Ən çox da Mahmud Qurbanovun Neftçi 2-də işləməyi və Kəpəz komandasında işləməyi və Səbail komandasında işləməyi onun futbol balansını açmağı deməkdir. Onun futbol biliyinin artması deməkdir. Elə baş məşqçi var ki, bu komandada işləyir, sonra baş məşqçi karyerasına başa vurur. Amma elə də baş məşqçi var ki, gedir 3-4 klubda işləyir, öz biliyini artırır və gələn mövsüm, o biri mövsüm komandaya gələndə iddialı gəlir. Gələn mövsüm komandaya gələndə iddialı gəlir. Hələ ki bilinmir Mahmud Qurbanova neçə illik müqavilə təklif olunacaq. Ən çox mən düşünürəm ki, Mahmud Qurbanovun Səbaildə çalışmağı, Neftçi 2-də çalışmağı və Kəpəz komandasında çalışmağı onun futbol biliyinə və futbol balansına, bu nə cür deyim, belə bir futbol fəlsəfəsini Karvanda da yeridə bilər oyunçulara. Amma müəyyən qədər görək Mahmud Qurbanovun oyun fəlsəfəsini görək oyunçular mı qavraya biləcəkmi? Elə oyunçular var, elə komanda var, baş məşqçinin oyun tərzini qavraya bilmir. Amma elə komandada var ki, qavraya bilir. Karvan komandası 1-ci liqaya çıxanda mən düşünürdüm ki, bu komanda Premier Liqaya ən real namizəd, ən real olan komandalardan biridir.
Yəni Karvanda bəlkə də Mahmud Qurbanovun oyun sistemini otuzdura bilər və futbol fəlsəfəsini, yəni oyunçulara yeridə bilən baş məşqçidir. Yəni o bəzi baş məşqçilər kimi ay bu mövsüm normal mən işlədim, pulumu aldım, gələn mövsüm komandanı hələ belə çempionatda saxlamağa görə oynayacağam. Yəni elə şey yoxdur. Mahmud Qurbanovun futbol fəlsəfəsi daha yaxşıdır. Nə cür baxımından? Yəni ki, onun yəni belə bir ad verilib ona, professor rəqəbli, onun futbol yəni biliyi müəyyən qədər yəni Karvana kömək eləyə bilər bu mövsüm üçün. İndi bilinmir, müqabilə 1 il olacaq, 2 il üstə gəl, 1 il mi olacaq, il yarım mı olacaq, bu hələ bəlli deyil. Yəni müqabilə şərtləri yəni hələ məlum olmayıb. Amma görək Mahmud Qurbanovun özü razıdırmı? Yəni Karvan komandasında işləyib işləməməyi. Hələ bu bəlli deyil. Yəni görək futbol yəni fəlsəfəsini Mahmud Qurbanov Karvan komandasına nə cür yeridəcək və bu yəni futbol fəlsəfəsini bu uşaqlar, bu komanda nə cür qavrayacaq? Yəni elə baş məşqçilər var ki, yəni futbol fəlsəfəsini yeridir, amma komanda qavraya bilmir. Nə komanda qavraya bilir, nə də oyunçular. Amma elə də baş məşqçi var ki, yəni o komanda qavrayır baş məşqçinin dediklərini. Dəxli yoxdur. Bizimkilər olsun, əcnəbilər olsun və digər və s. Yəni amma Mahmud Qurbanovun bu cür futbol bilikli olmağı, bu cür savadlı olmağı görək Karvanı hara qədər aparacaq və hansı pik nöqtəyə kimi komandanı irəli daşıyacaq və yəni Mahmud Qurbanovun Neftçidə işləməyi onun yəni biraz futbol balansını açdı. Yəni ən çox yəni Neftçidə işləməyi və Səbaildə işləməyi və Kəpəzdə işləməyi onun futbol balansından və futbol fəlsəfəsindən xəbər verir. Görək yəni Karvan komandası futbol fəlsəfəsini qavraya biləcəkmi? Karvanın düzdür, potensiallı oyunçuları var. İstər komandanın, istər futbolçuların, istər rəhbərliyin. Yəni klub rəhbərliyi də istəyir ki, yəni 4 aydan bir, 5 aydan bir yəni baş məşqçi dəyişilməsin. İstəyirlər ki, yəni Mahmud Qurbanovla müəyyən ilə qədər komanda davam eləsin. Amma elə komandalarda var ki, yəni baş məşqçinin qoyduğu futbol fəlsəfəsini qavraya bilmir. Yəni o dəxli yoxdur. Əcnəbi baş məşqçi olur olsun, bizimki olur olsun. Yəni ən çox yəni mən nəyə görə klublarımızı alqışlayıram, 1-ci liqadakı olan klublarımızı ona görə alqışlayıram ki, yəni öz baş məşqçilərimizə şans verirlər. Dəxli yoxdur, Karvan olsun, İmişli olsun, Mingəçevir olsun, Bakı Sporting olsun. Yəni öz baş məşqçilərimizə güvəniblər. Yəni Elman Sultanov əvvəllər yox idi, artıq Bakı Sportingdə 2-ci liqadan düz komandanı 1-ci liqaya kimi yəni gətirib bu səviyyəyə kimi qaldırıb. Yəni Füzuli Məmmədov Neftçi komandasında işlədikdən sonra yəni futboldan itmişdi və o baş məşqçi kurslarını öyrəndi. İndi də Mingəçevirin uğurları üçün çalışır. Yəni bizim futbolumuzun yəni fəlsəfəsini qoyun öz baş məşqçilərimiz öz klublarımıza yeritsin. Yəni gedib oradan buradan yəni xaricə baş məşqçi gətirməyin Azərbaycana. O pulu verin, hələ qoyun özümüzkülər o pulla müəyyən qədər iş görsünlər. Yəni burada dəxli yoxdur.
bu istər İmişlimiz olsun, istər Karvanımız olsun, Mingəçevirimiz olsun, müəyyən qədər yəni birinci liqa klublarını alqışlayıram ki, bizim öz yerli baş məşqçilərimizə güvənirlər. Yəni gedib oradan buradan o yəni baş məşqçilər gətirməyiblər. İndi düzdür, hə, Qəbələ komandasında məsələn Gürcüstanlı baş məşqçi var, amma qalan yəni ki 9-10 klub, yəni ki nə cür deyim, bizim öz baş məşqçilərimizdə. Bəlkə bizim öz baş məşqçilərimiz futbol biliyini öyrəndi. Bəlkə bizim öz baş məşqçilərimiz futbol biliyini öyrəndi, futbol balansını genişləndirdi, getdi xaricə. Yəni bu dəxli yoxdur. Mahmud Qurbanov olsun, Füzuli Məmmədov olsun, sonra məsələn Yunus Hüseynov olsun. Yəni bir çox baş məşqçilərimiz var. Amma bizim öz baş məşqçilərimiz klublarımızın yəni yolunu bilirlər. Amma gedib indi məsələn Karvan olsun, İmişli olsun, Mingəçevir olsun. Yəni bu komandalara gedib indi xaricdən o boyda pullar verib xarici baş məşqçi tökməkdənsə, hələ qoy qalıb Füzuli Məmmədov işləyir də, qoy qalıb Elman Sultanov işləyir də. Yəni öz baş məşqçilərimizin yəni futbol biliyinə və futbol fəlsəfəsini görək, yəni komandalarımıza nə cür yeridəcəklər. Görək yəni nə cür yeridəcəklər. Yəni belə baxanda bizim öz klublarımızda işləyən baş məşqçilər bəlkə gələcəkdə məsələn Füzuli Məmmədov çıxdı Mingəçevirdən getdi Avropaya. Məsəl üçün də məsələn Mahmud Qurbanov məsələn Karvanda özünü göstərdi. Məsələn aşağı xaricdə bir aşağı liqada klub təklif göndərdi Mahmud Qurbanova. O birisi məsələn göndərdi mən nə bilim Elman Sultanova. Bu cür futbolu inkişaf elətdirmək istəyiriksə, futbolun fəlsəfəsini qaldırmaq istəyiriksə, biz öz baş məşqçilərimizə güvənməliyik. Yəni gedib oradan buradan gedib baş məşqçilərə pul verməkdənsə, hələ özümüzkülər qalıb da. İstər Azər Bağırov olsun, Azər Həkimov olsun, Füzuli Məmmədov olsun, sonra Mahmud Qurbanov olsun. Bunlar futbolumuzu bilən baş məşqçilərdir. Yəni bunlar futbolumuzu bilən baş məşqçilərdir. Yəni dəxli yoxdur. İndi düzdür, birinci liqa klublarının o qədər pulu yoxdur ki, məsələn gedib xaricdən baş məşqçilər gətirsin, amma yəni müəyyən ildən sonra onlar da inkişaf eləyəndən sonra bəlkə də yəni indi görək də indi gətirəcəklər, gətirməyəcəklər, amma birinci öz futbolumuzda qoyun öz baş məşqçilərimiz işləsin. Bəlkə yəni indi düzdür, Mahmud Qurbanovun adı hallanır Karvandan. Hələ bilinmir gələcək, gəlməyəcək. Bu sual işarəsi altındadır. Amma adam Neftçi 2-ni birinci divizyonun qalibi elədi. Sonra Səbaildə getdi, işlədi. Kəpəzdə işlədi. Deməli, futbol biliyini müəyyən qədər özümüzkülər artırıb. Dəxli yoxdur. Bu istər birinci liqada olsun, ikinci liqada olsun, Premier liqamızda olsun. Müəyyən qədər futbolumuzu genişləndirməsi üçün qoyun öz klublarımız işləsin. Burada dəxli yoxdur. Tərlan Əhmədov olsun, məsələn Yunus Hüseynov olsun, Şahin Diniyev olsun, Mahmud Qurbanovun özü olsun. Əgər bizim futbolumuz inkişaf eləyəcəksə, yəni o baş məşqçilərin sayəsində inkişaf eləyəcək. Yox, gedib oradan buradan məsələn baş məşqçilər gətirəcəksə, biz yəni futbolumuzdan inkişaf gözləməyək. Yəni aparaq futbolumuzu tullayaq zibil eşiyinə. Bizim futbol fəlsəfəsini bilən baş məşqçilərimiz varsa, bu Tərlan Əhmədovdur, Yunus Hüseynovdur, Şahin Diniyevdir, Mahmud Qurbanovdur. Yəni bunlar təcrübəlidir. Yəni cavanlardan da yəni Azər Bağırovdur, futbol fəlsəfəsini bilən və məsələn bizdə yəni çox baş məşqçilər inkişaf eləmək istəyirlər. İstər Azər Bağırov olsun,
Cavid Hüseynov olsun, istər Elvin Məmmədov olsun, Ahmet Quluzadə olsun, Fərid Namazov olsun. Deməli futbolumuzdakı fəlsəfə, yəni deməli futbolumuzdakı fəlsəfəni qoyun öz baş məşqçilərimiz bilsin. Yəni gəlib oradan buradan ay nə bilim bu baş məşqçi yaxşıdır, gəlin buna pul tökək. Hələ buna pul tökməkdənsə hələ götür qoy ora öz baş məşqçilərimizi gör nə edən. Məsələn istər Mahmud Qurbanov olsun, digər baş məşqçilərimiz olsun. Mahmud Qurbanovun futbol biliyi var ki, onu Karvan rəhbərliyi gətirmək istəyir. İndi düzdür, Yunus Hüseynov açıqlama verdi ki, mən gəlmək istəmirəm Karvana, amma yəni ki, nə cür deyim, yəni burada artıq bir məsələlər qalır. Yəni bir məsələ qalır ki, ya Ramiz Məmmədov gələcək, ya da Mahmud Qurbanov. Mahmud Qurbanova da indi bilinmir. Bir il müqabilə təklif olunacaq, yoxsa bir il üstəgəl bir illik mi müqabilə təklif olunacaq? Hələ ki bəlli deyil. Əgər bizim futbolumuzu inkişafını istəyirsinizsə, yəni bizim öz baş məşqçilərimizə imkan verin, işləsinlər. Gedib oradan buradan dəxli yoxdur. Kəpəsimizə olsun, obursuna olsun. Yəni qoyun öz baş məşqçilərimiz bacarıqlarını göstərsin. Məsələn Karvan komandası artıq yəni Premyer Liqaya çıxandan sonra ən çox yəni Ramiz Məmmədovla adı hallanır, bir də Mahmud Qurbanovla adı hallanır. İndi görək Mahmud Qurbanovu indi komanda neçə illik gətirəcək, mövsümün sonuna qədərmi, yoxsa bir illik müqabilə mi bağlayacaqlar? Düzdür, yəni hələ bəlli olmasa da, yəni biz yəni ki görək indi Mahmud Qurbanovun futbol biliyinin hara qədər Karvanı daşıya biləcəkmi? Amma mən güman edirəm ki, Mahmud Qurbanov 1 il 2 il ərzində Karvan komandasına xeyir verə bilər. Videomuz bura qədər idi əziz tamaşaçılar. Videonu bəyəndinizsə kanalımıza abunə olun və gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.